Səməd Məftun Astarada yaşayır. Miki kəndində, kənd müəllimidir. İstedadı və təbii olan şairdir. Fəqət bütün istedadlılar kimi öz qədrini bilmir, özünü dəyərləndirmir. Daha doğrusu heç bu barədə fikirləşmir də. Su kimi üzü yoladır, uşaqla uşaqdır, böyüklə böyük. Bir şair kimi heç özünü dartmağın da qaydasını, üsul-i cədidini bilmir. Sual verəndə cavabı bu olur ki, siz mənə böyük şair kimi suallar ünvanlayırsınız. Mən adi bir qələm adamıyam. İlk kitabıyla tanışam, özü də xeyli əvvəl. Azərbaycan televiziyasına bir verilişdə hazırlamışdı. Çox sərraş şeirlərim var idi orada. Kitabın adı da ən çox xoşa gələn addır. Milyon il sonra. Sabahı bilmək olmur, Səməd. Milyon il sonranın nə olacağını hardan bilər? Bu şair intuisiyası deyək. Bilirsiniz, milyon il sonra ya milyon il əvvəl. Bəzən insana elə gəlir ki, elə milyon il əvvəl də mən olmuşam. Milyon il əvvəl də yaşamışam. Amma indi o milyon il əvvəli xatırlamaq mənə elə gəlir ki, olmur. Mənə elə gəlir ki, bütün insanlar olublar. İndi milyon il sonra da olacaq. Belə düşünmüşəm də. Milyon il sonra orada da var idi. Bəlkə ağac oldum, bəlkə qoş oldum. Bir də qara sevdaya bəlkə toş oldum milyon il sonra. Onu da Allah bilər indi. Demək, insan yaşayır, ən azı onun ruhu yaşayır. Milyon il əvvəl, indi bəlkə biz də hansısa ruhun davamıyıq. Mənə elə gəlir, elə düşünmüşəm, elə də düşünürəm. İlk kitabın çapına baxıram, xeyli əvvəldir, 2003-cü il. İndi də 2025-ci ildir. 22 il aradan vaxt keçir. Bu çox deyil ki. Əlbəttə çoxdur. Nədir bu çox tarixin araya oturmağının səbəbi? Sadəcə səhlənkarlıq. Əslində o birinci kitabımda mənim təşəbbüsüm olmayıb. Əslində o kitabın çapından xəbərim yox idi. Onu bizim gözəl yazıçımız Şöhrət Səlimbəyli yığmışdı şeirləri. Yığılmışdı, Avropa nəşriyyatında çap elədi. Sonra Mahmud Allahmanlı ilə bir yerdə ön söz yazmışdılar. Yəni, mənim təşəbbüsüm olmayıb, heç o çap olunmaq düz heç mənim ağlıma da gəlmirdi. Onun təşəbbüsü idi. Yəni, səhlənkarlıq bəlkə də tənbəllik mi deyim? Biganəlik. Bütün istedadlı adamları üzünə demək olmasın. Mən belə soyuqqanlı və biganə görmüşəm. Özünə, öz yaradıcılığına qarşı. Bəlkə də oradan gəlir. Bəlkə də oradan gəlir. Və ikinci kitabın təşəbbüskarı kim oldu? İkinci kitabımda elə bizim uşaqlar, bizim müəllim yoldaşlarımız, sonra Mehman müəllim, Mehman Qaraxanoğlu bizim gözəl yazıcı, alimimiz, yazıcımız, şairimiz. O da çox təsir elədik və yığıları bir kitab halına sal. Onu da elədik. Yəni 2003-dən 2025-ci ilə qədər böyük bir zaman məsafəsi var və düzü heç vaxt da fikirləşməmişəm. Bunu çap olunum, nə bilim, neyniyim. Yəni şeirdən umacağın yoxdur demək istəyirsən. Əslində, bəli, nə umacağım olacaq ki? Yox. Və səndən nə alır o şeir, umacağın olmayan şeir? Ömrümü alır. Hər bir şeir, inan gələn ki, yaradıcı adam üçün, hər bir şeir onun o ömür sarayından sanki bir kərpiç düşür. Ağrılar, o acılar şeirə çevrilir. Elə. Dünya gələnəcən bəli, uzun bir yol keçir, hə? Elədir. Əslində elə o şeirlər hamısı ağrı acıdır. Hiss olunur. O ağrı acıya hərdən bir yumur da qatırıq, sadəcə o da özünü aldatmaqdır. Ümumiyyətlə,
belə bir şey demək olarmı ki, yaradıcılıq da özünü bir cür sözə aldatmaqdır. Sözə uymaq, özünü aldatmaq bəlkə də. Bəli. Özünü ovutmaq. Özünü ovutmaq, təsəlli tapmaq, hardasa belə. Ancaq Yəni göründüyün kimi olmursan. Aha. Bəlkə də için qan ağlayır, amma deyib gülürsən. Ətrafdakılar deyir ki, bundan xoşbəxt adam yoxdur. Amma içində tamam başqa bir dünyadır. İçində bir üsyankarlıq var, bir çılğınlıq var. Amma onları sən bürüzə belə açıq danışa bilmirsənsə. Qəbul eləmədiklərinə etiraz var. Bəli. O da misra O da sözə, şeirə çevrilir. Necə ki, şeirlərin çoxunda o misralar var. Bax, belədir bizim şair Səməd Məftun. Ömrünün ahıl çağını yaşayır. Cəmi 2 şeir kitabı işıq üzü görür. Birinci kitabını tələbə yoldaşı çap elətdirib. İkincisini isə Mehman Qaraxanoğlu. Üçüncünü gərək yaradan özü çap elətdirək. Səməd Məftunun ümidinə qalsa, onun başından keç. Dünya xali deyil, yəqin ki, onun da xeyirxahı tapılacaq. Təki Səməd Məftun ömrünü sağ-salamat yaşasın. Nazim Hikmət demiş, pətəkdə balı olsun, arısı gələr Bağdaddan. Şeirlərindən 5-10'unu mənə yollamışdın, orada mən şeirlərinə baxdım. Çox sərras misralar var idi, çox sərras. Vuruldum, hər yandan vuruldum Allah. Özün, öz oduma qor oldum Allah. Sevgiyə əyildim, eşqə əyildim. Dərgin bir eşqə qul oldum Allah. Təbiidir ki, şairin ən yaxın məhrəmi eşqdir. Eşqsiz ey dünya nədir dəyərin? Elə bu bütün xanə xarab şairlərin yenidir. Qonşud elədir. Hə. Bu ağrıları necə canından keçirirsən, necə köynəyindən keçirirsən. Mən bilirəm ki, hər bir mükəmməl bənd, mükəmməl misra ortaya çıxmaq üçün nələrdən keçirsən, insan sanki ilan kimi qabıq qoyur. Razısan, yəni şair, qələm adamı. Tamamilə İstəyərdim duyğularını əlavə eləyəsən. Bilirsiniz, mən gələn hər şeyi gülə-gülə qarşılayıram. Tanrıdan mənə gələn hər şeyi gülə-gülə qarşı. Hətta mənim ölümün özünü də mənə elə gəlir ki, gülə-gülə qarşılayacaq. O ağrının, acının, sevinci də gülə-gülə qarşılayıram. Təbiətən beləyəm mən. Nə gözəl. Nə bilim, indi kim necədir, mənim təbiətim belədir. Hərdən düşünürəm ki, gör necə bir dünyaya tərk edilmişik. Bu dünyada bütün canlılar bir-birini yeməlidir. Yeməsə yaşamaq olmaz. İnsanlar da, bütün canlılar da, hər şey bir-birini yeməlidir. Hərdən düşünürəm ki, gör, bəlkə də biz hansı günahın yiyəsiyik imişik ki, belə yaradıblar. Tanrı bizi belə bir dünyaya tərk edib. Dəhşət deyilmi? Doğrudan da dəhşət deyil. Quzunun başına sığal çəkirik, sonra onu kəsirik, yeyirik, kabab çəkirik. Bütün canlılar bir-birini yeyir, biz də yeyirik. Məmməd Araz rəhmətliyin gözəl misraları var. Kiminsə taleyi, quzu taleyi, kiminsə dalınca uşaq ağladı. Sənin dərgahına əlin uzandı, sən də sağ göstərdin, sol vurdun Allah. İnan ki, bu şeylərin içində bu cür tutarlı, o qədər içi oynadan misralar var ki, mən balaca bir ön sözümdə onları qabartmağa çalışmışam. Doğrudan elə, sən də sağ göstərib, sol vurdun Allah. Elə bil, o da bir yandan döşürür. Elədir. O da bir yandan döşürür. Üstünə nə dişlər idi qıcanan? Üstümə nə qədər dişlər qıcandı yaşadığın həyatda. Elə həyat boyu hansı qapını döyürsən, o qapı sənin üzünə ya bağlıdır, ya simsimlə açılır, ya da açılanda da dişlər qıcanır üstünə. Bezirsən həyatdan bəzən. Demək istədiklərini də bayaq dedin, deyə bilmirsən, qalırsan yana-yana.
Sənin dərgahına əlim uzandı, sən də sağ göstərib sol vurdun Allah. İnsanlar bir tərəfdən, o sən ön sözdə yazıbsan, o iki ayaqlılar bir tərəfdən, sən də bir tərəfdən. Bəs nə oldu? Axı sən hər şeydən mərhəmətlisən. Heç olmasa duyğu adamını bilənsən. Bəli. Amma sən də sağ göstərib sol vurursan. Çox maraqlıdır ki, bu saatda mən bax bu duyğularla yaşayıram. Da bəndədən, fələkdən qurtarmışam, göydəkinlə əlləşirəm. Bu cür 5-6 şeirim var. Sadəcə qorxumdan üzə çıxardamıram ki, deyərlər indi yeri göyü qurtardın, indi Allahla mətləşirsən. Çünki belə başa düşürəm ki, indi bu insan başa düşürəm, eləyər, dərk eləməz, biraz içində xislət var eləyir. O bunu görməli daxı. O bunu ayırmalı daxı. Hansı form oynansa bilmirəm, qorumalı daxı. Öz bətnindən qopanı, öz yaradıcılıq missiyasını yerdə misrə ilə, qələmlə davam elətdirəni qorumalı daxı bu. Bəlkə də biz haqsız umacaq eləyirik. Bu tipli daha hansı misraların var ki, içini oyur çıxır. Olan oldu bu dünyanın, olmazları mənə düşdü. Bitdi nağıl, üç alması nə mənə, nə sənə düşdü. Asi oldum göğüzünə, duan Tanrıya çatmadı. Elə sənin də saçların mənsiz sığala yatmadı. Uyduq bir qara sevdaya, gözlərində yaş qalmadı. Başımıza daş salmaqdan Tanrıda da daş qalmadı. Dünya qopur məhvərindən, yer üz yerindən oynayır. Qarışdır daşları Allah, Səməd yenidən oynayır. Yaxşıdır. Elə bil ki... İroniya qatırsan, yaxşıdır. Çox sərbəst şey eləyirsən. Qarışdı, yenə tufan qopar. Mən oynayıram bir şey. Mənim tufanım başlayır. Özünü təskinlik biraz... Bax, elə şeylərdə adam tapır. Bayaq dedim, o ağrıya, o acıya bir yumruq atmaq, bir kimlik, nə mütləq lazımdır. Belə şeylər. Gör, nə gözəl misradır. Çatlayır çiyələk dodaqları yenə. Çatlayır. Nə gözəl, nə obrazdır ya. Çatlayır, indi çatlayır, yazılır, çatlayır deyilir. Çatlayır çiyələk dodaqları yenə. Haldan hala düşür yanaqlar yerə. Nə gözəl mənzərədir, çəkirsən. Qonur gül yaxana barmaqlar yenə, əlim düymə-düymə özündən çıxır. Nə gözəldir, nə bədii obrazdır. Təşəkkür əzizim. Gözəldir, Səməd, gözəldir. Oynayır, bu da barmağın tufanıdır. Əksinə, o da ürəyin sözü də oynayır orada. Təbii ki. Səməd, səni onsuz da insanın razılığı mümkün deyil. Əlbəttə. İnsan razı qalsın. Nədən, nə olsa da yenə bir şey tapıb, o qan çıxmaz yerdən qaşıyıb qan çıxardır. Xüsusən duyğu adamları, xüsusən dünya görüb götürməyə, dərk eləməyə gələnlər. Nədən biraz könlün təskinlik tapır? Ətrafında yaxşı dostlar olanda təskinlik tapırsan. Ən böyük təskinlik siz ətrafı təmiz görməkdir, saf görməkdir. O da yoxdur. O da tək-tük adamlara qismət olur. Harada saflıq var, paxlıq var, orada biraz təsəlli var. Onsuz da müvəqqəti dünyadır. Dünyanı tutub durmayacaq. Heç kim yaşamır, durmur. Təbii istəyir bu qısa ömrü mənalı yaşayır. Gözəl dostlarla bir yerdə, bir arada olmaq əlbəttə ki, həmən günü ona bir rəng qatır. İndi bugün bax, nə xoş ki, görüşdük. Çox sağ ol, çox var ol əzizim. Görüşdük, sənin də bir gün əvvəl yasın vardı, Göyçəyə getmişdi. Mən açığı özüm narahat eləmək istəmədim. Dedim, qoy görüm, Səməd axtaracaq məni. Biraz umdum açığı səni mən axtarmağına. Qarşı, özündə umutçusu yaratmır. Qoy görüm, bizdən geləyəcəyim mənə. Saz götürüb, söz qoşardı qonşular. Biri zildə, biri bəmdə olardı. Yarasına duz basaraq gözləri, biri səndə, biri məndə olardı.
Addım-addım izlənərdik aramsız. Dolanardım küçənizdə gümansız. Qanqan deyən qardaşın da imansız, ya həyatda, ya da tində olardı. İllər keçdi, unuduldu adım da. Yaddan çıxdım, yaxının da, yadın da. O günlərdən nə qalıb ki yadında? İki ürək bir bədəndə olardı. Özü düşən saçın yolmaz ay Səməd. Su tökməklə quyu dolmaz ay Səməd. Sevən başda ağıl olmaz ay Səməd. Olsaydı elə səndə olardı. Bir nəfəsə yazırsan, yoxsa içində misra-misra qaynayır yazırsan? Bir nəfəsə yox. Mən haçan düşəndə görürsən ki, yarımçıq şeylərimə qayıdıram, ya təzəsi olur belə. Yəni durum deyim ki, birdən-birə mənə vəh gəldi, yox. Vəhiyyə mən də inanmıram da kəndi el aşıqlarında nəsə olar, əslində şeir içindən qəlpə-qəlpə qopur. Əlbəttə ki, elədir. Kaş geri qayıda ömür yenidən, qayıda o ildən, o aydan keçə. Yenidən qayıda o dəli qız da, bitib yolum üstə o çaydan keçə. Tökə tellərini qabaq-qabağa, yapışı üz-üzə, yanaq-yanağa, elə toxuna ki, dodaq-dodağa, Tanrı gözün yuma, bəndə yan keçə. Əksi suya düşə, çay gülüm sənə, baxıb əksimizə, ay gülüm sənə, elə sarılım ki, ay gülüm sənə, ağıl başdan çıxa, ruh candan keçə. Səməd ötənlərdən bihuş olubdu, gözü xumarlanıb, meyxuş olubdu. O yadın yetimi, sərxuş olubdu, az qalır dinindən, imandan keçə. Gözəl, gözəl. Şairin çox populyarlığına necə baxırsınız? Şair populyar olmalıdır, yoxsa biraz 5-10 sevənin şair olmalıdır, ya 50-100, necə baxırsınız? Baxır kimin populyar olmağına da. Balaəli də populyardır. Meyxanaçılar hamı da şairlərdən, Ramiz Rövşəndən populyardır olar. Elə populyarlığı kimə lazımdır ki? Kənddə, Mikidə müəllim işləyirsən. Rinədə. Rinədə müəllim işləyirsən. Şagirdlərin, eləcə də kənd oban, şair kimi səni görürmü və sevirmi? Tanıyırmı? Onu deyə bilmərəm. Tanıyırlar, bilirlər. Şeirlərindən bilən şagirdlərin varmı? Əlbəttə ki, var. Var. O üzləri elə təzə çıxmış kitablarım var. O kitabı müəllim bir dənə ver, müəllim bir dənə bizə ver. Bax belə. Alıb oxuyurlar. Elə o birinci kitabın lap əvvəldən çoxunu əzbər bilirlər. Oxucu zövqü deyirlər. Çox vaxtda yazarlar gileynəlirlər ki, oxucu azdır, oxucu tam duymur, oxunmur kitablar. Oxucu umacağı necədir sənin? Baxır oxucuya nə təqdim olunur da. Dəfələrlə, illərlə çeynənmiş, belə sözlər, nə bilim, bayaq siz dedinizcə, qafiyə pərdazlıq, bula şeir deyil axı. Oxucu bundan nə götürsün? Oxucu, görün, 21-ci əsrdir. İndi sən oxucunun başını elə belə şeylərlə aldada bilməzsən. Oxucu sənin yazdığından bir şey götürməlidir, içinə yatmalıdır onun. Yəni, onu aldada bilməyəcəksən. İndi müasir oxucunu sən aldada bilməyəcəksən. Bir var o kütlə, onu demirəm. O elitizmdə ayrı şey, kütlə ayrı şey. Kütlə nəyə əl çalır bilirsiniz bu saat. Hansı məqamda sən baxırsan ki, qələm lazım durumu ifadə eləməyə? Elə həmin anda sən qələm almırsan ki, öyle hafizəndə qalır da. Oyursan içində. Bəli. Baxır da yerinə, məqamına baxır.
Siz elə suallar verirsiniz ki, elə böyük bir şairlə də söhbətləşirsiniz. Əslində mən özümü bu məqamda hiss eləmirəm və sıxılıram sizin suallarınızdan. Vallahi çox gözəl məqamdasan. Sən sadəcə öz məqamını o cür görmürsən. O cür görmək istək elə görürsən, alicənablıq edirsən. Ola bilməz ki, öz məqamını elə görməyəsən. Sənin o misraların var orada, o ruhu oynadan məqamların ifadəsidir. Əgər doğrudan da elədirsə, o da bir təsəllidir. Var ol, təsəlli sahibi var ol. Yaşa Allah amanında. Yenə də üz-üzə, göz-gözə gəldik. Ruhum söz dinləmir, sözündən çıxır. Yoluma min bəla çıxsa, mini də sən zalım qızının üzündən çıxır. Çatlayır çiyələk dodaqlar yenə, haldan hala düşür yanaqlar yenə, qonur gül yaxana barmaqlar yenə, əlim düymə-düymə özündən çıxır. Gözlərin yumulub axan günüdür, ruhumun bədəndən çıxan günüdür, açma gözlərini, aman günüdür. Dünya məhvərindən, düzəndən çıxır. Gecə örpəyini endirir daha, nə hövsələm çatır, nə səbir daha. Qəfil bir şillənin yeridir daha, səməd əndazədən, cızıqdan çıxır. Ən yaxşı mənzərələrə apardı bizi. Astaranın ən uca yüksəkliklərinə saldı yolumuzu. Duydum ki, yurtla tanış eləməkdir məqsədi, özünü göstərmək yox. Uca yaradan bu kişini də belə yaradıb. Nə deyəsən çərxi gərdişin işlərinə, verənə şükür, verdiyinə şükür. Thank you.